illərdə qurdlarla bağlı imtahana düşən ən məşhur suallardan biri də insanda parazitlik edən qurdların insanın hansı qan dövranında olub-olmadığını bilməklə bağlıdır. Bu videoda bu haqda qısa məlumat vermək istəyirəm. Yassı qurdlar tipinin sorucu qurdlar sinfinin nümayəndəsi olan qaraciyər sorucusuna yalnızca böyük qan dövranında təsadüf etmək mümkündür. Yassı qurdlar tipinin lençəkli qurdlar sinfinin nümayəndəsi olan öküz solterinə heç bir qan dövranında təsadüf olunmur. Yassı qurdlar tipinin lençəkli qurdlar sinfinin nümayəndəsi olan dənəvər echinokoka hər iki qan dövranında təsadüf olunur. Sap qurdlar sinfinin nümayəndəsi olan ankilostoma və insan askardinə hər iki qan dövranında təsadüf olunur. Enterobioz xəstəliyinin törədicisi olan və sap qurdlar sinfinin nümayəndəsi olan uşaq biz quyruğuna isə heç bir qan dövranında təsadüf olunmur. Bu dediklərimizi ümumiləşdirsək, hər iki qan dövranında təsadüf olunan qurdlar dənəvər echinokok, insan askardi və ankilostomadır. Yalnız böyük qan dövranında təsadüf olunan qurd qaraciyər sorucusudur. Heç bir qan dövranında təsadüf olunmayan qurdlar isə öküz solteri və uşaq biz quyruğu olacaq. Yaxşı, sizə bir sual. Deyin görək, insan askardinə ürəyin hansı hissəsində təsadüf olunmaz?